15 dəqiqəyə şəkərsiz, glutensiz dietik peçenyelər hazırladım. Qabda ilk öncə bir ədəd yumşalmış bananı əzdim. Üzərinə şəkər tozu istifadə etmədiyim üçün şirinlik versin deyə 2 xörək qaşığı bal və bəhməz əlavə etdim. Daha sonra 1 stəkan yulaf, yəni gerkules qatdım. 70% dietik şokoladı kiçik hissələrə bölüb qarışıma əlavə etdim. Sonda isə xırdaladığım qozları töküb yaxşıca qarışdırdım. Gerkules az gəldiyi üçün yarım stəkan da yenə əlavə etdim. Qarışım videoda gördüyünüz kimi olmalıdır. Daha sonra xörək qaşığı ilə yağlı kağız sərdiyim listə düzüb dairəmi forma verdiyim peçenyeləri 200 dərəcədə üzəri qızarana qədər bişirdim. Bu ölçülərlə məndə 9 ədəd peçenye alındı. Təbii ki, peçenyələrin yanında nə içdiyim də çox önəmlidir. Porsiyalarımı balanslamaq üçün adətən şirniyyatların yanında qara çay əvəzinə fov çayını içirəm. Bu mənə həm şişkinliyi azaltmağa, həm də porsiyalarıma nəzarət etməyə kömək edir. Beləliklə bu çay sayəsində istədiyim qidaları kontrollu şəkildə yediyim üçün çəkimə rahatlıqla nəzarət edə bilirəm.